Sonra keçirik isimlərin cəm formasına. İsimlərin cəmi adətən, belə deyək, adətən onların sonuna s əlavə etməklə düzəlir. Hər zaman yox. Adətən deyirəm isimlər sonuna, yəni s şəkilsi artıranda biz onu cəmləmiş oluruq. Məsələn, e-book bir kitabdır, book isə kitablardır. Və isimləri cəmləyərkən diqqətli olaq ki, en artikel hər zaman düşür. Heç vaxt en artikel ilə cəm ismi bir yerə qoya bilmərik. Deməli, diqqətli oluruq nəyə? Sonu bu hərflərlə bitən isimlər s şəkilsi yox, is şəkilsi qəbul edir. S-i yox, is-i qəbul edir. Bu isimlər, məsələn, bas, basis olur. Yəni, biz bunu cəmləyəndə artıq bir dənə s yazmırıq, sadəcə is əlavə olunur. Bunları əzbəri bilməliyik. Lakin bəzi o hərfi ilə bitən sözlər var ki, biz onları cəmləyərkən is yox, s şəkilsi qəbul edirik. Kilo, yəni bu heç vaxt kilos belə ola bilməz. Biz kilo, is qəbul etmirik. Kilo, zero, zu, piano, solo, radio və s. Bunlar da yenə əzbərləyirik. Və bəzi sözlər var ki, o ilə bitənlər həm s qəbul edər, həm is qəbul edər. O sözlər də burada yazılır. Bunları da əzbər bir şəkildə öyrənirik. Sonra ingiliscə 7 dənə isim var ki, cəmində kökündən dəyişir. Yəni biz onları nə s, nə is qəbul etmirik. Onların hamısını yəqin ki bilirik. Man, men, woman, woman, foot, fit, tuz, tiz, goose, giz, love, lies, mouth, mice. Yəni biz heç bir zaman uşaqlar mens deyə bilmərik, womans deyə bilmərik. Artıq bunlar kökündən dəyişiblər, yəni içərisindən dəyişib cəmləniblər. Artıq biz ona bir daha s-i qəbul etdirə bilmərik. Bir dənə qeyd nədir? Mouse sözü sıçan mənasında bəli, mice olur. Amma ki, kompüterin o mouse olur ha, kompüteri idarə etdiyimiz alət. O zaman bəli, onu biz mouse deyə bilərik. Child və ox sözü sadəcə en şəkilsi ilə cəmlənir. Child, children, ox, oxen olur. Sonra y hərfi ilə bitərsə iki hal mümkündür. Y hərfindən əvvəl sait gələrsə, sadəcə s qəbul olunur. Məsələn, boy, boys, toy, toys. Əvvəl sait gəlib, çünki sait gəldiyi üçün biz sadəcə s qəbul etdirik. Lakin samit gələrsə, həmin y hərfi düşür, yerinə is qəbul olunur. Baby, babies, lady, ladies, city, cities. Diqqətli oluruq. Çünki bəzən düşür düzgün işlənmiş cəmisini göstərin. Burada məsələn baby yazır və cəm formasında babies belə düzəldir. O səhvdir artıq. İngilis dilində f və f ilə bitən 12 isim var ki, biz bunları əzbərləməliyik. F və f düşür, və əlavə olunur. Bu 12 isim buradadır. İsimlərin cəm formasında əzbərlənəsi hissə çoxdur. Və bu isimləri əzbərləyirik. Lakin isimlər cəmlənərkən f hərfi olduğu kimi qalır nə zaman? Baxın, bu isimlərdə f hərfi olduğu kimi qalır. Artıq biz onu v ilə əvəz etmirik. Aşağıdakı sözlər cəmlənərkən həm s, həm də v şəkilçisi qəbul edə bilirlər. Bizim bu 3 dənə söz cəmlənərkən 3 dənə isim həm s qəbul edir, həm v qəbul edir. Yəni hər iki halı düzdür. Heç bir halda səhvlik yoxdur. Həmişə cəm formada işlənən isimlər. Belə isimlərin bizim həmişə cəmdə olan isimlərimiz var. Birinci o isimlər sayaq, hansılardır? Bu isimlər haqqında, yəni bu isimləri necə fərqləndiririk? Belə isimlərin tək forması olmur. En artikel qəbul etmir, xəbəri həmişə cəmdə olur. Onlarla işlənən işarə əvəzlikləri də cəm olur və əvəzlikləri də biz cəm işlədirik. Birdən böyük rəqəmlərlə işlənir və bu isimləri də 3 kateqoriyaya bölürük. Baxaq görək. 2 hissədən ibarət olan isimlər. Yəni biz bu 2 hissədən ibarət olan isimlər nə deməkdir? Yəni biz onun bir hissəsini ayrı bir şəkildə istifadə edə bilmərik. Baxın, nə demək istəyirəm? Məsələn, trousers, şalvar. Şalvar 2 hissəlidir. Artıq biz onun bir hissəsini istifadə etdiyi hissəsi qalsın, bu olmur. Spectacles, eynək. Eynəyin bir tərəfini taxaq, digər tərəfini taxmayaq, bu da olmur. Ona görə bunlara 2 hissəli isimlər deyirik. Sonu s ilə bitən, həmişə cəmdə olan isimlər var. Sonu s ilə pişib, biz bunlara toplu isimlər deyirik. Həmişə cəmdə olur. Goods, stairs, məsələn, arms, bunları əzbər bir şəkildə öyrənir, toplu isimlər. Bir də sonu s ilə bitmir, amma həmişə cəmdə olanlar var. Biri var sonu s ilə bitsin, həmişə cəmdə olsun. Biri var sonu s ilə bitmir, amma yenə cəmdədir. Məsələn, police, people, cattle və s. Yenə dedik ki, biz bunların heç bir zaman əvəzliyini tək vermirik, this olmaz, xəbəri tək olmaz, çünki bunlar cəm isimlərdir. Diqqətli olaq nəyə? Polis sözü təklikdə işlənəndə həmişə cəmliyi bildirir.
Polis sözü təklikdə işlənəndə həmişə cəmdir, xəbərdə cəmdə tələb edir. Lakin polis sözü man, woman, officer və car sözləri ilə birləşəndə biz onları cəmdə işlədə bilərik, tək də işlədə bilərik. Özündən sonra gələn artıq ismin cəmliyinə, təkliyinə baxacaq. Təkdirsə xəbərimiz tək işlənəcək. Cəmdirsə yenə xəbərimiz cəm işlənəcək. People sözü adam, cəmaat mənasında cəmlik bilir və xəbər cəmdə olur. Lakin xalq mənasında bildirəndə təkdir və bu zaman esi qəbul edə bilər. Yəni xalq mənasında mən xalqlar kimi, xalqlar mənasını verib cəmləyə bilərəm. Yəni people bir xalq, people isə artıq xalqlar mənasını verir. Baxaq mürəkkəb isimlərin cəmlənməyini. Görək mürəkkəb isimlər necə cəmlənir. Tərkibində man, woman sözləri olan mürəkkəb isimlər bu cür cəmlənir. Əgər man, woman sözləri birinci gəlirsə, əvvəldə gəlirsə, mürəkkəb ismin hər iki tərəfini cəmləyir. Baxın nə deməkdir. Mən driver, kişi sürücü. Mən artıq bunu cəmləyəndə həm məni cəmləyirəm, mən eləyirəm. Həm driver cəmləyib drivers eləyirəm. Bu sözlər sonda gələrsə, yəni mən, woman sözləri sonda gələrsə, artıq mən bir dənə mən, woman sözünü cəmləyirəm, bitir. Statesman, statesman olur. Postman, postman olur. Diqqətli olaq. Mən sözünü biz harda gördük, artıq bu kişi mənasını vermir. Mən sözü işləndiyi bəzi sözlər var ki, onlar artıq sadə isimlərdir. Norman, Roman, German, human. Bu sözlərdə mən bu sözün tərkibindədir artıq. Biz buna mürəkkəb söz deyib, yəni bu məni necə cəmləyib mən eləyirdik, o cür cəmləyə bilmərik. Norman, normans, Roman, romans, German, germans olur. Defislə yazılan mürəkkəb isimlər cəmi əsas məna daşıyan sözə əlavə edirik. Baxın, defislə yazılan mürəkkəb isimlərdə yalnız defislə. Biz əsas məna daşıyan sözə isə əlavə edirik. Brother-in-law, brothers-in-law olur. Baby-sitter, baby-sitters. Okay. Bitişik yazılan mürəkkəb isimlərdə artıq bizim bir yolumuz var. Esi ancaq sona əlavə etmək. Sonra var həmişə təkdə olan isimlər. Bu isimlər es ilə bitməsinə baxmayaraq həmişə təkdə olur. Sayılmayan isim kimi qəbul olunurlar. Eyan artiklı qəbul etmirlər, xəbəri də tək olurlar. İşarə əvəzliklərdə sanki cəm isimlərin əksidir. İşarə əvəzlikləri də tək olur, rəqəmlə işlənə bilmir və təkdə olan əvəzliklərlə, yəni it əvəzliyinə işlənir. Bunlar, bu isimlərin də yenə 3 kateqoriyası var. Birincisi news sözü, xəbər deməkdir. Sayıla bilməyən isimdir və biz ona heç vaxt e-news deyə bilmərik, 5 news deyə bilmərik. İdman və oyun adları, billiards, aerobik, gymnastics, athletics. Bir də var elm və fən adları, mathematics, physics, phonetics və s. Bunların da dediyimiz kimi xəbəri həmişə təkdə olur və əvəzi də təkdə işləyirlər. Təki və cəmi eyni olan isimlər. Bu isimlər heç vaxt es şəkilçisi qəbul etmir. Bu nə deməkdir? Bəs bu nə bilək ki, biz cəmdimi, təkdimi? Bu isimlər həm cəmdilər, həm təkdilər. Əgər mən o zaman nəyə baxacaq? Ya xəbərə baxırıq, ya da həmin ismin qarşısında olan təyin ediciyə. Biz bilirik ki, eyan artiklı təklik bilir. Eyan artikl hansı sözün qarşısında varsa, hansı ismin qarşısında varsa, demək ki, o isim təkdir. Sheep bir qoyun, sheep qoyunlar. Artıq bildim ki, sheep'in qarşısında mən normalda tək ismi, bayaq nə dedim? Dedim, sayıla bilən tək isimləri biz heç zaman artiklsız, təyin edicisiz işlənə bilmərik. Sheep'i biz tək mənasında, bir qoyun mənasında tək işlədə bilmərik. Ya sheep deyərik, ya this sheep deyərik, ya that sheep deyərik. Və ya da ki, tək mənasında biz bunların xəbərində cəm edirik. Və onları heç vaxt cəmləyib eslə cəmləyə bilmərik. Bu isimlər tək və cəm olduğunu indi burada baxaq. Tək olanda eyan artiklı ilə işlənir. Tək olanda this, that işarə əvəzlikləri ilə işlənir. Tək every, each təyin əvəzlikləri ilə işlənir və xəbəri də həmişə tək alır. Bəs cəm olanda necə olur? Cəm olduğu zaman eyan artiklı gələ bilməz. This, those işarə əvəzlikləri ilə işlənir. All, both təyin əvəzlikləri ilə işlənir. Xəbəri hər zaman cəm alır. Some, any qeyri-müəyyən əvəzlikləri ilə işlənir. Bir də many, few, a lot of, several kimi təyinicilərlə işlənir. Baxaq bura. The sheep is in the yard. Ay müəllim, mən nə bilim burada sheep təkli cəmdir. Axı the article həm tək, həm cəm isimlərlə işlənir. Baxın, artıq oran baxdıq, bir şey tapa bilmədiksə, keçirik xəbərə. Baxıram ki, burada iz verilib. İz verilibsə, demək ki, bu sheep burada təkdir. Amma baxıram buna, the sheep ar yazılıb. Demək burada isə cəmdir. Və biz bu isimdən heç vaxt qarşısında say işlədə bilmərik heç bir zaman. Yəni burada horse o isimlərə aid deyildir. Horse cəmlənir. Amma sheep heç vaxt es qəbul etmir. Yəni biz onu say işlədirik. Sadəcə onu cəmləmirik. Deməli diqqətli oluruq burada bir daha nəyə?
Həmişə dedik ki, xəbərə baxıb xəbərlə bilirik və diqqətli olaq ki, bu isimlərin qarşısında say gəldiyi zaman biz, yəni horse ora daxil deyil, o kateqoriyaya daxil olan isimlərdən deyildi, amma sheep ora daxildir. Biz onu say vermişik deyə heç bir zaman sonuna bir s yaza bilmərik. Əlavə olaraq o isimlərə, əlavə bu isimlər də daxildir ki, təki və cəmi eyni olan isimlər və bəzi millət adları da bura daxildir. Sonra var Yunan və Latın mənşəli sözlər var. Bunları necə əzbərləyək? Bunları sadəcə şəkilçilərindən keçməyindən əzbərləyək. Kaktus, uslar i-yə keçir. İslər s-ə keçir. A-ya keçir. Və bunların sadəcə şəkilçilərin yerini dəyişməsilə, yəni bir-birinə dəyişməsilə əzbərləyə bilərik.